Zeynalov, Bəli. axı mən sənə tapşırmışdım. Yolda Axı mən neyniyim? Mənə bir cavab Belə iş olar. Burada neyləmək olar, yoldaş Çingiz? Bilmirəm, bax, mən heç nə bilmirəm. Hardan istəyirsən, tap. Hardan tapma? Yoldaş mühendis, maşın çatmır, çat. Maşın çatmır, götürün 5-cidən. Ha, oldu Yoldaş beşinciden. Çingiz, yoldaş Çingiz. Boru Mənə əldə deyən eləmişdilər, qolsaki. indiyəcən verməyiblər. Axı iş dayanır, nətəhər eləyək? Bilirəm, tapşırmışam da. Axı kimə tapşırıblar? Nədir onadır? Babayevə. Hə, Bircə bu nariyada qol çəkinə, məni gözətləyirlər. Ay, çox sağ ol. Səidə, xeyir olar. Hə, xeyirdir. Çingiz əmi, olmaz mənə burada bir iş düzəldəsiz. İş? Axı, nə iş? Nə iş olur olsun? Biz sənin üçün necə iş düzəldirdik? Eşidirəm. Yaxşı, bu saat gəlirəm. Sən məni burada gözlə, mən qayıdıram. Kızım desteğe götür. Bəli. Nə maşın, mən bilmirəm. Söyürlər ki. Bəli. Yaxşı, söğüşsüz olmaz. Maşın göndermiş. Bütün gün ərzində o kadar belə sözler eşidirsən ki, incimə kızım. Git elime, git. Bırak, bırak. 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 Kurban emmi. Ay kim var evde? Hanley, bırak. Yaman sertitiniz var ha. Sərtdir. Ancaq o tanıyan adama heç toxunmur. Evi yoxdur, mənə də örgəşər. Elə niyə? Sizə tez-tez gələrəm, örgəşər. Salam, sən burada inirsən? Salam Çingiz əmi. Səni axtarıram da. Ha. Nə baxı? Eybi yoxdur. Salam aleyküm kurban emmi. Ay aleykümselam bala. Ay ne qəşəng uşaqlardı bunlar. Ay maşallah. Bu saat vereceğim. Al. Bu senin konfetin, bu senin. Bu da senin konfetin. Bak bu da seninki. Ha. Yaxşı. Hələ bu vaxtı yatmamsınız, ha? Tez olun gelin yatın, kaçın tez olun. Hoş gördük Yuvan Hoş kişi. gördük bala. Yaxşı. Sen de çay get. Bu uşaqlar niye yatmayıblar indi? Ha bala özün öğrettim sen de. Kampüt gözlüyorlar. Yaxşı Çingiz, bəs nə oldu? Mənim Çörək başım yiyin. qalıb belə axı. Danışmışam, gəlib düzəldəcəklər. Qurban kişi, bu da... Xəcalat Uşaqlar versən bala. üçün. Niye lazımdır? Nə Yaxşı xəcalət? değil. Öz Vallahi payım yiyərəm. da. Məyər bir də ailə deyil. Çox sağ ol. Səidə, sənə də bir tufli almışam. Amma bilmirəm ayağını alacaq ya yox. Ata, bu məsələni eləmişəm, amma cavabı düz çıxmır. Ha bala senin meselen öyle həmişə düz çıxmır da. Uşaqlarda təqsir yoxdur. Müəllimləri çətin məsələlər verir. Yaxşı ver bura görüm ne varmısan. Burada ne var ha bala? Deməli bir borudan hovuza 10 ton nöğüt tökülür. 10 ton. O biri boruyla hovuzdan 7 ton nöğüt axır. Axır bildin? Deməli bir saatin ərzində nə qədər nöğüt yığılır? Başa düşdün? Ha?
Hə, 7 tondan 10 ton çıxmaq olmaz. Elə deyil. Deməli, nə etmək lazımdır? 10 tondan çıxaq 7 ton. Yerdə nə qalar? 3 ton. 1 saat ərzində neçə ton nöğüt yığılar? 1 saat, o da 3 ton. 3 ton, o da 1 saat. Qurban əmi, ver bir mən də baxım. Ver görək bizim mühəndis nə edəcək? Deməli, 10 ton. Çingiz əmi, lap ayağımadır. Sağ ol geyin. Çox sağ olun. Bu nədir ki, Səidə? Sən mənə kömək eləyirsən. Zəhmətimi çəkirsən, otağımı yığışdırırsan. Deməli, 1 saatda 10 sür 7. Ha, yoldaş mühəndis. Adi bir məsələni də həll eləyə bilmirsən, ha? Getdin? Bəli. Getsəm yaxşıdır. Sağ ol. Sağ ol. Hə. Bura gəl qızım. Bax, sənin məsələn belə həll olunur. İndi get, özün yaxşı-yaxşı bax, sonra köçürt. Oldu? Get. Çox sağ ol. Uşaqlara elə məsələ verirlər ki, heç böyüyün də başı çıxmır. Adam lap baş bitirir. Aa, Çingiz əmi, Hı? Səidənin ayaqqabıları qalıb. Səidə, sən get. Səidə. Çəkmələri niyə çıxartmırsan? Ayağını sıxır. Xeyr, sıxmır. Bəlkə böyüdü. Xeyr, Onda bəs niyə? mən qonaqdan zəhmət haqqı almıram. Səndən başqa heç kəsim yoxdur. Bilirsən. Ümidim təkcə sənsən. Eşidirsən. Yoxsa mən eşitmirsən. Ay Şərif, mən başa düşə bilmirəm. Bura poçtur, yoxsa kütüpxanə. Üç gündür gəlirəm, salam. Nə məktub gəlir, nə qəzet. Axı bu nə haqq hesabdır? Ben burada başımı itirmişim. Hə, bu Sen olmadı de ki. keyfin gelip. Ha kardeş çattıra bilmirəm da. Evvel bir kendidir. İndi bu yandan bir qəsəbə. O yandan yekə bir mədən. Qurban olum sana, təkəm. Çattıra bilmirəm, xoş geldin, yeri. Demək bundan sonra özümüz özümüzə poçtalyanlıq edək. Dur gedək. Salam dur. Şərif dayı. Ha kızım, bir gün seni sevindirebilmeyeceğim. Atandan mektup gelmiyor. Bəs bu nədir? Bu məktub bizim qonşumuz Nisə xalyadır ki... Vay, hələ Səlimə xalya da var, oğlumdandır. Bir bura bax, gör nə qədər adam sevindirmiyorlar Şərif dayı. Nə çox məktub var, verin mən paylayıb. Bacararsan kızım. Əlbəttə bacararam. Hiç bilirsen burada neler yazılır. Bu mektuplarda gəm, qüssə, kədər, müsibətlər var. Bunları sahiplerine necə çattıra bilirsən bala? Şərif dayı, məktubların kamısı elə deyil.